maşın alanda onun probekini hansı üsulla yoxlamaq daha məntiqə uyğundur? Baxın, mən maşın paylaşıram. 2019-cu ilin sanatasıdır. 117.000 kilometraj edib. Yazırlar çox probekdir. Çünki biz hələ beynimizdə tam oturdurmamışıq ki, biz artıq 2026-cı ildəyik. 2019-dan bizi artıq 7 il ayırır. Yəni biz 7 il o maşını sürmüşük. Çox adam elə bilir ki, biz 2020-dəyik, 2021-dəyik, 2023-dəyik. Qardaşım, 2019-cu ilin maşını 117.000 kilometrdə yazırlar çox probekdir. 2012-ci ilin maşını 240.000 kilometrdə amma əla probek salır. Başqa deyim, eyni şeydə biri 14 ilin maşınıdır, biri 7 ilin maşınıdır. Gördünüz, yəni 2 qatıdır. 2 qatına da 2 qat probek hesabladım. Yəni bu da çox məntiqə uyğun hesablamadır. Maşın alanda birinci necə yoxlamaq lazımdır? Bax, 117.000 kilometrdə 2019-cu ilin sanatasıdır. Onu bölürsünüz 7 ilə. 16.000 kilometr ortalama. 16.000 kilometri də bölürsünüz 365 günə. Gündəlik maşın nə qədər yol qət edib, bu sizə aydın olaraq kalkulyatorda görsənir. Gündəlik də mən öz şəxsi avtomobilimi əgər 50-60 kilometr sürməyəcəmsə, maşını niyə almışam? Yəni yəqin ki, hamı gündəlik 40-50 kilometr öz avtomobilini sürür də. Bax, məsəl üçün o Sanatanın gündəlik sürüşü, yürüşü 40 kilometrdir. 40-42 kilometr aralığındadır. Yəni bu da normal bir şeydir. Məsəl üçün dostun çağıracaq Mərdəkana, bir gün ildə bir 10 dəfə gedəsən dəniz qırağına, istirahət mərkəzinə, rayona, bu da gündəlik probekti qaldıracaq. Bu da kimsə də gəlib sənin maşınına deyəcək ki, probekti çoxdur. Bir ona kalkulyatorla hesablayırsan, deyəsən ki, mən gündəlik ortalama 40 kilometr sürmüşəm, 45 kilometr sürmüşəm. Yəni əgər gündəlik probek 100 kilometr aşmırsa, yəni Bakının standartlarına uyğun olaraq deyirəm sizə, 100 kilometr aşmırsa bu probek əla bir göstəricidir. Amma o Sanata məsəl üçün 40-45 kilometr gedib. Amma beynimizdə, şuuraltımızda 2019 bizə yaxın rəqəm olduğu üçün biz ona çox baxırıq. Amma 2012-ci il 7 il çıxırsınız, 7 ilin maşını da Sanata. 7 il çıxırsınız 2012-ci il eləyir, nə bilim, 117 vurun ki, hardasa bir 240.000 kilometr. Amma 240.000 kilometr 2012-ci ilin maşının üçün əla göstərir. Amma 2019-cu ilin maşını üçün 117.000 kilometr çox görsənir. Elə deyil, axı eyni şeydir də. Biri 7 il sürüb, biri də 2 qatı 14 il sürülüb. Amma məntiqi cəhətdən eynidir. Ona görə maşın alanda birinci maşın istehsal tarixindən nə qədər sürülüb ona baxmaq lazımdır. Probekinə uyğun olaraq istehsal tarixinə bölürsünüz. Yəni nə qədər maşın sürülübsə, ona bölürsünüz, neçə il sürülübsə daha doğrusu. Ona bölürsünüz, ona da 365'e bölürsünüz. Bilirsiniz ki, bu maşın gündəlik 40-50 kilometr sürülüb və yaxud da ki, çox sürmüb. Bir dənə də özün bir beynində məntiqlə fikirləşsən ki, mən bu maşını alandan sonra özüm güya 40-50 kilometr sürməyəcəm ki, cəmaatın maşınına probek çox deyirəm. Təbii ki, sürəsən.